Sürüb, atı gördü bir dənə qundaqdır, düşüb, balaca uşaqdır. Götürüb, baxdı, gördü bir dənə oğlan uşağıdır. Dedi vəzir, Allah mənim qəmgünlüğümə razı olmadı. Necə bəyəm? Dedi, mən elə aparıram, bununla müvazibət edərəm, mənim elə varı dövlətimdə bunun olar. Dedi, eybi yoxdur. Götürüb uşağı, o qədər zaman Çəhmədi Cahan xanıma yetirdilər. Gördülər, bəli, ceyranı tutub, özü də oturub, çeşmənin başında əl üzünə səfa verir. Dedi, ay Cahan xanım. Dedi, bəli. Dedi, Cahan xanım, mənə də Allah bir lütf eləyib, sən ceyranı tutubsan, mən də bir dənə uşaq tapmışam, aparıram bunu saxlarıq, bununla göylümüzü alıq. Dedi, ay paşa, qulaq assan, mənim sənə bir neçə şərmə sözüm var. Deyib, ondan sonra eybi yoxdur. Götürüb, qurbəti havası ilə, görək, Kəmal Paşaya nə deyir? Kəmal Paşa ona nə cavab verir, mən də deyim, tamam dostlar sağlığına. Sənin deyə danıxdı ya sultanım. Haq yanında ey payım olsa mənim də, lütf eləyər ay balam ay canım, özü tar sultan. Əmr eləsən şirin candan keçərəm, sənindir can ixtiyarı sultanım. Haq yanında payım olsa mənim də, lütf eləyər özü tarı sultanım. Sultanım, əgər Allah yanında mənim payım olsaydı, mənim özümə verərdi. Dedi xanım, bəs indi ki qulaq as, məni dərdə dükkətdir. Çünki mən bu uşağı tapağından çox xoşarıdım, indi qulaq as gör mən nə deyirəm.